Salam. Bugün bizə təqdim etdiyiniz çox maraqlı bir mənbəyə, gömrük tarifi haqqında qanundan bəzi çıxarışlara baxacağıq. Salam. Bəli, bu qanun Azərbaycanın xarici ticarətində çox mühüm rol oynayır. Məqsədimiz də odur ki, anlayaq bu gömrük tarifi nədir, əsas prinsipləri nədən ibarətdir və mallar sərhəddən keçəndə rüsumlar necə tətbiq edilir. Gəlin başlayaq. Başlayaq. Gəlin əvvəlcə baxaq sizin üçün, yəni dinləyicilərimiz üçün bu sənəddə ən vacib məqamlar hansılardır? İlk olaraq bəzi əsas anlayışlar var. Qanunda gömrük tarifi deyilir. Bu nədir tam olaraq? Rüsum dərəcələrinin bir siyahısıdır. Bəli, sadə desək, sistemləşdirilmiş bir siyahıdır. Hansı mala hansı rüsum dərəcəsi tətbiq olunur, onu göstərir. Gömrük rüsumu özü isə mallar ölkəyə girəndə və ya çıxanda gömrük orqanlarının aldığı bir ödəniş növüdür. Amma bu, deyəsən, sadəcə bir vergi deyil. Yəni, dövlət bunu təkcə pul yığmaq üçün etmir, elə deyilmi? Arxasında başqa məqsədlər də olmalıdır. Tamamilə doğrudur. Qanunun ikinci maddəsi elə bu məqsədlərdən bəhs edir. Məsələn, idxalın strukturunu, yəni ölkəyə nəyin nə qədər gətirildiyini tənzimləmək. Aha. Sonra daxili bazarı, yerli istehsalçıları qorumaq, bu da var. Valyuta ehtiyatlarını qorumaq, xarici rəqabətdən müdafiə, dünya iqtisadiyyatına inteqrasiya. Yəni həm gəlir mənbəlidir, həm də çox ciddi bir iqtisadi tənzimləmə vasitəsidir. Anladım. Deməli, bu rüsumların da növləri var. Qanun əsasən idxal rüsumlarından danışır, amma deyəsən hesablanma qaydaları fərqlidir. Bəli, fərqlənir. Əsas iki üsul var ki, çox rast gəlinir. Biri ad varoleni, yəni malın gömrük dəyərinə müəyyən faizlə hesablanır. Faizlə. Bəli. Digəri spesifik malın miqdarına, çəkisinə, həcminə, yəni fiziki göstəricinə görə sabit bir məbləğ müəyyən edilir. Məsələn, hər kiloqrama görə filan qədər. Bəzən də bunların kombinasiyası olur. Maraqlıdır. Bəs başqa, daha xüsusi rüsum növləri də var? Var, əlbəttə. Qanun bəzi xüsusi halları da nəzərə alır. Məsələn, mövsümi rüsumlar var, ilin müəyyən vaxtlarında tətbiq edilir. Və daha vacibləri, xüsusi, antidempinq və kompensasiya rüsumları. Antidempinq, o nə deməkdir? Antidempinq rüsumu o vaxt tətbiq olunur ki, hansısa mal ölkəyə öz normal dəyərindən, yəni istehsal olunduğu ölkədəki satış qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə idxal edilir. Bu, yerli istehsalçılara zərər vurmasın deyə tətbiq edilən qoruyucu tədbirdir. Kompensasiya rüsumu isə ixracatçı ölkədə subsidiya almış malların idxalına qarşı yönəlir. Deməli, bazarı qorumaq üçün əlavə alətlərdir bunlar. Bayaq dediniz ki, advalor rüsum malın gömrük dəyərinə faizlə hesablanır. Bəs bu dəyəri necə müəyyən edirlər? Yəqin ki, bu çox həssas məsələdir. Çox vacib və həssas məqamdır, bəli. Əsas və birinci tətbiq olunan üsul sövdələşmə qiyməti üsuludur. Yəni, malı Azərbaycana idxal etmək üçün satıcıya faktiki ödədiyiniz və ödəməli olduğunuz qiymət. Yəni, invoice qiyməti kimi bir şey. Təxminən, amma tam o deyil. Çünki bu qiymətin üstünə bəzi xərclər gəlinir. Məsələn, malın Azərbaycana çatdırılması ilə bağlı xərclər, nəqliyyat, sığorta, yükləmə, boşaltma, hətta qablaşdırma xərcləri də əlavə edilir. Aha. Eyni zamanda bəzi xərclərdə çıxılır. Məsələn, mal ölkəyə idxal olandan sonra çəkilən tikinti, quraşdırma xərcləri və ya ölkə daxilindəki daşınma xərcləri bu dəyərə aid deyil. Məqsəd malın məhz sərhəddi keçdiyi andakı real dəyərini tapmaqdır. Bəs əgər bu sövdələşmə qiyməti üsulu işləməsə, məsələn, satış yoxdursa? Onda qanun başqa üsulları nəzərdə tutur və onlar ciddi ardıcıllıqla tətbiq olunur. Eyni malların sövdələşmə qiyməti, sonra eyni cinsli malların qiyməti, sonra dəyərin çıxılması, dəyərin toplanması və ən sonda ehtiyat üsulu. Yəni, sistem var. Aydındır. İndi keçək başqa bir vacib məqama. Güzəştlərə və azad olmalara. Qanunun 4-cü fəsli deyəsən bu barədədir. Hansı hallarda rüsum ödənilmir və ya güzəşt tətbiq edilir? Bəli, fəsil 4 məhz tarif preferensiyaları, yəni güzəştlər və rüsumdan azad olmalar haqqındadır. Maddə 20-də bunun kifayət qədər geniş siyahısı var. Bir neçə misal çəkə bilərsinizmi? Yəqin ki, dinləyicilər üçün də maraqlı olar. Əlbəttə. Məsələn, beynəlxalq daşımalarla məşğul olan nəqliyyat vasitələri, onların ehtiyat hissələri, yanacaqları və sair rüsumdan azaddır. Humanitar yardım, texniki yardım yükləri. Bəli, bunlar başa düşüləndir.
Bəs biznes üçün, investisiyalar üçün güzəştlər varmı? Var, həm də əhəmiyyətli dərəcədə. Məsələn, hökumətdən investisiya təşviqi sənədi almış sahibkarlar var. Onlar həmin sənəd əsasında müəyyən müddətə, səhv etmirəmsə 7 il müddətinə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üçün rüsumdan azad edilirlər. Bu ciddi stimuldur. Elədir. Oxşar güzəşt sənaye və texnologiyalar parklarının rezidentləri üçün də var. Onlar da 10 il müddətinə idxal etdikləri texnika və avadanlıqlara görə rüsum ödəmir. Və daha bir aktual məqam, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün gətirilən texnika, avadanlıq və ləvazimatlar da müəyyən müddətə 2028-ci ilədək səhv etmirəmsə, rüsumdan azaddır. Deməli, bu güzəştlər təsadüfi deyil, konkret sosial və iqtisadi məqsədlərə xidmət edir. Tamamilə. Hər bir azad olmanın arxasında müəyyən bir dövlət siyasəti, bir hədəf dayanır. Beləliklə, ümumiləşdirsək, Azərbaycanın gömrük tarifi qanunu sadəcə rüsumların siyahısı deyil. Bu, ölkənin xarici ticarətini idarə edən, yerli bazarı qoruyan, investisiyaları təşviq edən və beynəlxalq iqtisadi əlaqələrə təsir göstərən çoxşaxəli bir mexanizmdir. Əsas məqamlar tarifin məqsədləri, rüsum növləri, gömrük dəyərinin hesablanması qaydaları və bu çoxsaylı güzəştlərdir. Bəli, sistem olduqca əhatəli və detallıdır. Düzdür, əhatəli görünür, amma bəlkə də biraz mürəkkəbdir hətta. Bax, elə bu məqam maraqlı bir sual yaradır. Sizcə bu qədər detallı dəyər hesablama qaydaları və bu qədər çox sayda istisna, yəni azad olma və güzəştlər qanunun əsas hədəflərinə, məsələn, yerli istehsalı effektiv qorumaq və eyni zamanda ticarəti də asanlaşdırmaq kimi bəzən bir-birinə zidd görünən məqsədlərə çatmağa nə dərəcədə kömək edir? Yaxud bu mürəkkəblik biznes mühitinə, sahibkarlara praktikada necə təsir göstərir? Bu həqiqətən də düşündürücü sualdır. Effektivlik və mürəkkəblik arasında balans necə qurulur? Bu dərin təhlil və izahlar üçün çox təşəkkür edirik. Ümid edirik ki, bugünkü müzakirəmiz sizin üçün faydalı oldu və gömrük tarifi qanununun bəzi vacib aspektlərini aydınlaşdırdı.